Ya Rəbb, sən ata, məni bir məqsədin üçün yaratdın, ya Rəbb. Mən sənin padşahlığında yaşamaq istəyirəm, ya Rəbb. Bunun üçün mənə yardım et, bunun üçün mənə kömək et. Məndən istifadə et, ata, hər yerdə və hər zaman. Ya Rəbb, mən sənin olmaq istəyirəm, ya Rəbb. Tamamilə həyatımı sənə bəxş etmək istəyirəm. Tamamilə sənin yollarında, sənin hikmətində, sənin sözündə. Bağışlanmanı mənə verdiyin üçün sənə minnətdaram. Məndən istifadə et, ata. Bunların hamısını mən səndən könüllü olaraq istəyirəm, ya Rəbb. Yardım et mənə. Sənin ata, bu missiyanda ata, daimi ata, ya Rəbb. Ya Rəbb, sənə layiqli bir övlad olum. Mülayim olum, ata. Mühakimə edici olmayım, ya Rəbb. Ya Rəbb, mənə elə bir ürək ver ki, hər gün və hər gün səninlə vaxt keçirə bilim. Necə ki, Yeremiya 29:11-də sən mənə demisən, söz vermisən, ata. Və demisən ki, mən sənin üçün qurduğum planları bilirəm. Səni inkişaf etdirmək, sənə zərər verməmək üçün planlar qururam. Ümid və gələcək vermək üçün olan planlar. Sənə şükürlər olsun. Sənə izzət olsun, ata. Mənim qayğımı çəkdiyin üçün. Məni hər bir vəziyyətdən azad edib, öz ya Rəbb inkişafında gücləndirdiyin üçün, ata. Sənin ata düşündüyün kimi düşünmək istəyirəm. Ya Rəbb, düşüncələrimdə, həyat tərzimdə nə varsa, onları dəyişdirmək istəyirəm. Ya Rəbb, yalvarıb və səndən istəyirəm, ata. Mənə bu yolda yardım et və kömək et, ata. Ya Rəbb, şükürlər olsun. Sən izzət olsun, ata. Qoy bütün həyatımın hər bir sahəsi sənə izzət gətirə bilsin. Ya Rəbb, minnətdaram sənə. Hər şeyə görə və hər şeyə görə sənə minnətdaram. Məni dünyadan aldığın üçün, mənə öz sevgini bəxş etdiyin üçün, ata. Ya Rəbb, 1-ci Yahya 4:18-də sən deyirsən, Allahın sevgisi olan yerdə qorxu yoxdur. Çünki Allahın mükəmməl sevgisi qorxunu qovur. Ya Rəbb, sən şükürlər olsun. İzzət olsun sənə, ya Rəbb. Minnətdaram mən sənə, ata, bu sevginə görə. Bu qorxunu məndən qovduğun üçün. Ya Rəbb, sənin mükəmməl sevginlə, ata. Tam, ata, dolduğum üçün sənə minnətdaram, ata. Minnətdaram ki, sən məni, ata, bütün çətinləşlərdən qorudun, ata. Hər bir vəziyyətdən sən məni aldın. Ya Rəbb, hər bir ya Rəbb çətinliklərdə sən məni inkişaf etdirirsən. Sən məni tamamilə, hər bir ya Rəbb, uğuru vermək üçün bu çətinliklərdən sən məni keçirdirsən. Sənə şükür olsun. Qoy haçan ki, ata, haçan ki o qorxu gəlir. O qorxu mənim həyatımda böyüməyə başlayır, ata. Qoy o zaman sənin gücün, sənin qüdrətin elə axın dolsun ki mənim həyatıma. Və mən həqiqətdə, ata, ya Rəbb, bu qorxuyla deyil, sənin kəlamın gücü ilə tam ayağa qalxa bilim. Tam sənin qarşında dayana bilim. Şükürlər olsun, izzət olsun, ata. Necə ki, 2 Timotey 1:7-də də sən deyirsən, sən bizə qorxu ruhu deyil, sən bizə, ata, güc, sevgi ruhu vermisən, ya Rəbb. İdarə etmə ruhu vermisən, ya Rəbb. Sənin vasitənlə biz bunlara sahib olmuşuq. Çünki sən bizə gələndə, bizdə olan bütün qorxunu həyatımızdan götürdün. Gücünü bəxş etdin bizə, sevgini bəxş etdin. Və özünün idarə etməsi ruhunu sən bizim içimizə, daxilimizə qoydun. Şükürlər olsun, izzət olsun sənə, ya Rəbb. Bu sevginə görə, ya Rəbb, sən minnətdaram, ata. Və sən bizə o qədər gözəl vədlər verdin, ata. Ya Rəbb, bəzən bu vədləri sanki biz bir əşya kimi, balaca atılmış bir əşya kimi qırağa qoya bilərik. Ya Rəbb, sənin vədinə sadiq olmuruq, ya Rəbb. Çünki bizim içimizdə elə bir uğursuzluq qorxusu gəlir ki, ata. Ya Rəbb, biz sanki unuduruq sənin bizə verdiyin bu xeyirdanı. Və səndən istəyib səndən diləyirəm ki, ata, o gücün, qüdrətin gəlsin mənim üzərimə. O gücün, o qüdrətin ki, mənim həyatımın hər bir sahəsini sulasın.
Qalatalılar 6-9-da sən deyirsən. Yaxşı şeyləri etməkdən yorulmayaq. Əgər imtina etməsək, doğru zamanda xeyirda məhsulunu biçəcəyik. Şükürlər olsun ata. Şükürlər olsun bu xeyirdaya görə. Şükürlər olsun bu xeyirda məhsuluna görə. Qoy biz ata, ya Rəbb, sənin ata verdiyin heç bir şeydən imtina etməyək. Və doğru zamanda o xeyirdanı biz biçə bilək. İsa'nın ismi ilə. Sənə şükür olsun. Sənə izzət olsun ata. Ya Rəbb, qoy biz ata, bütün ümidimizi münasibətlərə, karyeraya, maliyyə, başqa bir şeylərə bağlamayaq ata. Ümidimizi sənin verdiyin bütün vədlərə bağlayaq. Sən bizim yanımızdasan, ya Rəbb. Və verdiyin vədlər də bizim yanımızdadır. Minnətdarıq ki, bu gözəl, güclü, qüdrətli, ya Rəbb, vədlərinə, sözlərinə, sevginə görə. Sən ata dünyanın işığısan. Ya Rəbb, dünyanın nəyi varsa onu işıqlandırırsan. Ya Rəbb, minnətdarıq sənə. Nə varsa, hara baxırsan, o yerdə o qaranlıqları tamamilə işığa çevirirsən. Ya Rəbb, biz artıq qaranlıqda deyilik. Ya Rəbb, sən yer üzünə ona görə gəldin ki, biz sənin izzətini tam başa düşə bilək. Ya Rəbb, söz artıq bəşər oldu, yer üzünə indi və bədənə çevrildi və bizim aramızda məskən saldı. Ya Rəbb, şükürlər olsun. Şükürlər olsun.